Su həyatdır deyirik, amma o həyat Sulutəpə qəsəbəsində günlərdir ki, yerə axır. Sakinlərin gözü qarşısında yerə axan içməli su və bu mənzərəyə sadəcə baxmaqla kifayətlənən aidiyyatı qurumlar. Bu içməli su 7 gündə artıq axır. 7 gündə asfaltı da yuyur, uşaqlar da narahat edir. Məktəbə gedən uşaqlar var, daşların üstü ilə yeriyirlər. Keçə bilmirlər, çay kimi axır. Bir həftədə və bir adam gəlib bunu düzəltmir. Qəza xəttinə dəfələrlə deyilib, zəng olunub. Gəlirik, amma gəlmirlər. İnsanların borcu olursa 200-300 manat gəlib suları kökündən kəsirlər ki, sənin artıq 200 manat, 300 manat borcun var. Amma 7 gündə gör, neçə min ton buradan su axıb. Onu da ki, hesablasan minlərlə pul eləyir. Dünyanın bir çox ölkələrində içməli su probleminin aktual olduğu bir vaxtda tonlarla suyun yerə axıdılması isə birbaşa olaraq insanların haqlarına, sərvətlərinə və gələcəklərinə təhqir deməkdir. Belə şey olmaz axı. Hər gün bu qədər su atıb axırıb, tonlarla su axır. Cəmaət adam su tapır da. Su tapır cəmaət, çox adam su tapır. Gedib Bakının başqa şirkətlərinə su yoxdur, amma burada su nə qədər tonlarla su gedir. Deməli 7-8 gündür. 7-8 gündə nə qədər su eləyər bu? Əslində birinci yağış yağdı, sonradan belə birinci gündən səhərlər məktəbə gedirik də. Biz səhərlər məktəbə gedəndə elə bildik yağış qalıntısıdır, ona görə heç nə demədik. İkinci, üçüncü günlər gedəndə uşaqlar Azərsuya yığıb tətbiq elədi ki, bura sudur da elə bir, bura görmə eləyin. Onlar təzədən gəlmədi, dördüncü, beşinci günlərdə də hələmdə belə qalıbdı, getmir. Bir həftəyə yaxındır ki, onlarla ailənin içməli olduğu suyun bir hissəsi kanalizasiyaya axır, digər hissəsi isə yolları və infrastrukturu bərbad vəziyyətə salır. Bu çirkab su deyil ki, demiş ki, axır gedir. Təmiz sudur. Adam var, heç bu suyu tapmır. Yəni biz suya bozda olanda gəlib suyumuzu kəsirlər. Yəni tonlarla özünüz görürsünüz də, tonlarla su axıb gedir. Bir həftə ərzində görün nə qədər su eləyir bu. Adam var, bu içməli su yəni tapıb içə bilmir. Vallahi elə adamlar var yəni.